Bismillahirrahmanirrahim. Esselamu Aleyküm. Əziz müsəlmanlar, bir bədəvi ərəb Məkkəyə gəlir və İslamla tanış olur və Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm o sahabənin çox kasıb olduğunu görür və digər sahabələrinə müraciət edir ki, kim bu qardaşını yeməklə, içməklə, sığınacaqla təmin edər. Sahabələrdən biri onu himayəsinə götürür və Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə həmin bədəvi Məkkədə yaşayır. Və uzun illər keçir və bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etmiş olur. Həmin bədəvi də onunla birlikdə Mədinəyə hicrət edir. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm müşriklərlə döyüşür. Döyüş əsnasında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun sahabələri qənimət əldə edirlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm adətindən idi ki, qəniməti öz sahabələri arasında bölsün. Və beləcə qəniməti sahabələri arasında bölür və həmin bədəviyə də bir pay ayırır və bir sahabəyə deyir ki, bu payı həmin o bədəvi ərəbə versin. Və sahabə gətirib həmin o payı, qəniməti bədəviyə verdikdə bədəvi təəccüblənir, deyir, bu nədir? Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm digər sahabələrə böldüyü qənimətdən sənə də göndərdi. Və həmin o bədəvi ərəb qəniməti götürür, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm yanına gəlir. Deyir, ya Rasulallah, mən sənə qənimət üçün biyyət etməmişəm. Mən sənə biyyət etmişəm ki, Allah yolunda ox boğazını işarə edir, buradan batıb, buradan çıxsın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ona 3 kəlməli bir söz deyir. Deyir, in təstuqillə yəstuqqə. Əgər Allahla sadiqsənsə, Allah da sənə sadiq olacaqdır. Və döyüş davam edir və döyüş bitdikdən sonra sahabələr şəhidləri və yaralıları toplamağa başlayır. Və görürlər ki, bir nəfər kürəyi üstə yerə uzanıb al qanın içərisindədir. Və onu Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gətirirlər və ox onun boğazına batıb arxadan çıxmışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əhu, bu odurmu? Hansı ki, bir zaman mənə dedi ki, ox mənim ulğumdan batıb arxamdan çıxsın, yəni başımın arxasından çıxsın. Deyə, bəli, ya Rasulallah, odur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Sadaqallahu və sadaqahu. O Allaha sadiq oldu, Allah da ona sadiq oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm cübbəsini çıxardır və onu cübbəsi ilə bürüyür, ona cənazə namazı qılır və belə dua edir. Deyir, Allahım, bu sənin yolunda hicrət etdi. Yəni, sənə görə, sənin dinin üçün hicrət etdi və sənin yolunda şəhid oldu. Mən də şahidəm onun şəhidliyinə. Təsəvvür et, insan sadiqliklə hansı mərtəbəyə çatır və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmin şəxsin şəhidliyinə şahidlik edir. Ona görə insan hansı niyyəti edir etsin, gərək sadiq olsun. İnsan istər Allahla münasibətində sadiq olmalıdır, tövbəsində sadiq olmalıdır, ibadətində sadiq olmalıdır, səbrində sadiq olmalıdır, ailəsi ilə münasibətdə sadiq olmalıdır, övladları rəftarda sadiq olmalıdır, qardaşları ilə rəftarda sadiq olmalıdır. Sadiq olmalıdır ki, Allah Azza və Cəllə də həmin şəxsi öz niyyətinə çatdırsın. Ona görə insan bir şeyi dillə söyləməzdən öncə qəlbinə baxmalıdır. Qəlbində olan səmimiyyətə baxmalıdır. O əməli necə istəyir? Həqiqətən də o əməli Allah üçün etmək istəyir? Yoxsa sadəcə dillə deyir. Ona görə əziz müsəlmanlar, Allahla sadiq olmaq lazımdır. Allah Quran-ı Kərimdə buyurur ki, Minəl mu'mininə ricalun sadaqu mə əhədu aleyh. Möminlər içində elə kişilər vardır ki, Allahla əhdinə sadiqdirlər.